Salam, ədədi ardıcıllıqlar bölməsi səhifə 113 izah edəcəm. Birinci, əvvəla düsturu deyim sizə. Ədədi ardıcıllıqlarla bağlı bizə əsas bir düstur lazımdır. O da AN bərabərdir SN çıxılsın SN minus 1. Burada AN yazdığımız zaman N həddin nömrəsini göstərir. A isə elə həddin özünü göstərir. SN isə ilk N həddinin cəmidir. Bu belə. İndi gəlin baxaq, yəni az istifadə olunur düsturlardan. Birinci sualda bizə deyir ki, düsturu ilə verilmiş ardıcıllığın ikinci həddini tapın. Birinci sualda ikinci hədd dediyinə görə, baxın uşaq, burada ikinci hədd dediyinə görə N'in yerini 2 qoyursunuz və salam. Yəni, A 2 bərabərdir. 4 vurulsun 2, üstə gəlinsin 7. 8-in üstə də 7 gəlsəm 15. Geçirəm ikinci suala. Bizə deyir ki, ardıcıllığının 9-cu həddini tapın. Yəni, N'in yerinə 9 qoyuram. X 9 bərabərdir. 3 bölünsün -1 üzərində 9. Əgər dərəcə təkdirsə, -1 üstünə 9. Dərəcə tək olduğuna görə mənfidirsə mənfi kimi qalır. 3-ü də -1-ə bölsəm -3 edəcək. Ardıcıllığın 5-ci həddini tapın deyir. X5 bərabərdir. -1 üstündə 5 bölünsün 5. O deyir, yuxarıda 1. 1-in üzərində nə olur olsun? 1-i verəcək. -1. Aşağıda isə 5. Olur A bəndi. Dördüncü suala baxaq. Deyir ki, ardıcıllığının 4-cü həddini tapın. Yəni, N'in yerinə 4 qoyuram yenə. A 4 bərabərdir. -1 üzərində 4. Üstə gəl 5 vurulsun. -1 üzərində 4. Burada 2 məqama diqqət etilməlisiniz. Nəyə diqqət etilməlisiniz uşaqlar? Bir var bu. -1 üzərində 4. Bir də var bu. -1 üzərində n. Bunlar arasındakı fərq necə olacaq? 4-cü həddi tapın deyəndə, indi biraz hissədən yazım. 4-cü test. AN bərabərdir. -1 üzərində n. Üstə gəl 5 vurulsun. -1 üzərində n. Belə. Deməli, bizdən 4-cü həddir A4 bərabərdir. -1 üzərində 4 üstə gəl 5 vurulsun. -1 üzərində 4 bərabərdir. Uşaqlar, burada nəyə diqqət edilməz? Bax, burada mənfi yoxdur. Burada daha doğrusu mörtəzə yoxdur. Burada mörtəzə var. Hər zaman yadınızda olsun. Əgər mörtəzə yoxdursa, bu qüvvə sadəcə 1 aid deyil, mənfi aid deyil. Yəni, burada mənfi qalır. 1 vur 1 vur 1 vur 1'dir. -1 eləyir. -1 üzərində 4'ü isə -1'i 4 dəfə öz-özünə vururam. O da bizə verəcək müsbət 1'i. Onun üçün -1 üstə gəl 5 vurulsun müsbət 1. -1 üstə gəlsin 5. O nə deməkdir? Müsbət 4 deməkdir. O da olur B bəndi. Keçək indi 5-ci testi. 5-ci testi yenə deyir ki, bizə ardıcıllığın 9-cu həddini tapın deyir. 9-cu həddini tapın deyəndə necə eləyir? A 9 bərabərdir. Burada 9-cu həddi tapaq, yəni N'in yerinə nəyə qoyasıyıq biz burada? 9 qoyasıyıq, yəni 9-cu həddə. Deməli, A9 bərabərdir. 9-un kvadratı üstə gəlinsin, kök altında 9. O da bərabərdir. Bərabərdir. 81 üstə gəl. Kök altında 9'dan nə çıxır bəs? 3 çıxır. O deyir 84. 5-ci sualı Y variantı. 6-cıya baxaq. Bizə deyir ki, 6-cı testdə ümumi həddi AN bərabərdir. 2 çıxılsın N bölünsün 2N olan ardıcıllığın ilk 3 həddinin cəmini tapın deyir. Yəni bizə burada ilk 3 həddinin cəmi S3'ü tapın deyir.
S3 nəyə bərabərdir? A1 üstəgəl A2 üstəgəlsin A3'ə bərabərdir. Bir dəfə n'in yerinə 1 qoyub A1'i, 2 qoyub A2'ni, 3 qoyub nəyə tapmalıyıq? A3'ü tapmalıyıq. Gəlin baxaq, A1 bərabərdir. A1 bərabərdir. 2 çıxılsın 1, bölünsün 2, vurulsun 1. 2'də 1. A2 bərabərdir. 2 çıxılsın 2, 2 vurulsun 2. 0 bölünsün 4 nə deməkdir? 0. A3 bərabərdir. 2 çıxılsın 3, bölünsün 2, vurulsun 3. 6'da -1. Biz indi S3 dediyinə görə ilk 3 həddin cəmi. Birinci həddin, ikinci həddin, üçüncü həddin nəyində bağlayayım cəmini. Ona görə S3 bərabərdir. A1'in yerinə qoyuram 2'də 1. Üstəgəl A2'nin yerinə qoyuram 0. Üstəgəl A3'nin yerinə qoyuram -6'da 1. Ortaq məxrəc 6'dır. Bu nəyə vururam? 3'ə. 3 çıxılsın 1. Yəni 6'da 2. İxtisar getsə nə qalır? 3'də 1. 6-cı sualda 3'də 1 olur Y bəndi. Keçək indi 7-ci. 7-də yenə eyni qayda. İlk 3 həddin nəyin tapın deyir bizə? Cəmin tapın deyir. Baxaq, neçənci testə baxırdıq biz? 7-ci testə baxırdıq. 7. 7'də yenə AN'i verib bizə 1 çıxılsın N, bölünsün 2N. İlk 3 həddinin cəmi dediyinə, yəni biz S3'ü tapmalıyıq. S3'də ilk 3 həddin cəmidir. 1 qoyuram, A1 bərabərdir. 1 çıxılsın 1, 2 vurulsun 1. O da 2'də 0. 0 2'yə bölsəm 0. A2 bərabərdir. 1 çıxılsın 2, 2 vur 2. O da 4'də -1. A3 də bərabərdir. 1 çıxılsın 3, bölünsün 2, vurulsun 3. 6'da -2. İxtisar getsə 3'də -1. Sonra bizə deyir ki, S3'ü tapın dediyinə görə A1 üstəgəl A2 üstəgəlsin A3 deməkdir. Yəni 0 üstəgəl 4'də -1 üstəgəl 3'də -1. Ortaq məxrəc 12'dir. Bunu 3'ə vuraram, bunu 4'ə vuraram. -3 üstəgəl -4 -7'ni verir. 17-ci test olur C bəndi. Keçək 8-ci testə. 8-ci testdə bizə deyir ki, düsturu ilə verilmiş ardıcıllığın ilk 3 həddinin cəmi tapın deyir. Yenə bizə ilk 3 həddin cəmi dediyinə görə biz nəyə tapmalıyıq? S3'ü tapmalıyıq. Baxaq 8'ə. A1'im hazırdır. A1 bərabərdir 5. İndi mən AN'i veriblər. AN üstəgəl 1'i veriblər. 2AN üstəgəlsin 3'dür. Mən S3'ü tapmalıyım. Yəni S3 də bizə nə deməkdir? İlk 3 həddin cəmi. A1'i bilirəm. Mən A2'ni tapmalıyım. A2'ni tapa bilmək üçün gərək burada N'in yerinə 1 qoyum. Niyə? Çünki bax A N'in yerinə 1 qoymadım. Burada N'in yerinə 1 qoyuram da. 1 üstəgəlsin 1 A2'ni verir. Bərabərdir 2 A. Axı N'in yerinə 1 qoymuşam. 1 üstəgəlsin 3 və salam. İndi 2 vurulsun A1 nədir? Başlıqda verilib bizə 5'dir. 5 üstəgəl 3. 10, 13. Mən A1'i bildim. A2'ni bildim. A3'ü tapmalıyım. Bax, əsas şablon burada budur. Nədir əsas şablon burada? Bir dənə bura baxaq. Budur ki, A, N üstəgəl 1'dir. İndi mən burada A3'ü tapmaq üçün gərək N'in yerini 2 qoyum ki, 2'nin üstə 1 gələndə 3 eləsin. A3 bərabər 2 vurulsun AN. Yəni A2 üstəgəlsin 3. O da bərabərdir. 2 vurulsun. A2 nədir? 13. Üstəgəl 3. 26'nın üstə 3 gəlsəm 29. S3 dediyinə ki, ilk 3 həddin cəmi A1 üstəgəl A2 üstəgəlsin A3'dür. Yəni 5 üstəgəl 13 üstəgəl 29. 18. 18'in de üstüne 29 geldiğimiz zaman 47. 8. testler. Geçelim 9. teste. 9. test eyni.
Eyni cür işləyirik 9-cu testi də. Bu 8-ci idi. Büydüm. Baxaq 9-cuya. 9-cuda A1 bərabərdir 3-ə. A n üstə gəl 1 bərabərdir 3. A n çıxılsın 1-ə. Bu A1'dir. Bu nədir? A1. Bizə lazımdır nə? A1. İlk yeni 3 hədd dediyinə görə mən A1'i də bilməliyəm, A2'ni də bilməliyəm, A3'ü də bilməliyəm. Onları toplamalıyım. A1'i zaten bilirim. İndi mən A2'ni tapmalıyım. A2'ni tapa bilmək üçün gəlib burada n'in yerinə 1 qoyum ki 1 üstə gəl 1 mənə A2'ni versin. A2 bərabərdir. Silinibdir. 3 vurulsun. N'in yerinə 1 qoymuşum. Bax 1 üstə gəl 1 bu A2'ni verir. Burada n'in yerinə 1 qoyanda 3 vurulsun A1 üstə gəl 5. Daha da çıxılsın 5 deməkdir. O da 3 vurulsun A1 3'tür. Özü başta qeyd edib çıx 5. 9'dan da 5 çıxanda 4. A3'ü də tapmaq istəyirəmsə gərək mən yenə burada n'in yerinə 2 qoyum ki 2 üstə gəlinsin 1 bizə 3'ü versin. Bərabərdir. 3 vurulsun A2 çıx 5. O da 3 vurulsun 4 çıxılsın 5'dir. 12'den 5 çıxanda 7. S3 bərabərdir A1 üstə gəl A2 üstə gəl A3'dür. Yəni A1 3'dür, A2 4'dür, A3 də 7'dir. 7 üstə gəl 7 bizə verəcək 14'ü. Soramların biz keçirik 10-cu testə. 10-cu testdə də nə deyir? İlk n həddinin cəmi veribdir. 10-cu testə bir dənə diqqətlə baxın. Deyir ki, ilk n həddinin cəmi. Diqqətlə oxuyun. İlk n həddinin cəmi Sn deməkdir. Deyir, bu 2 üstündə n çıxılsın 1 üstə gəlinsin 1'dir. Ardıcıllığın 5-ci həddini tapın deyir. A5 bərabərdir sual işarəsini. Yəni sizə Sn-i verib A5'i istəyir. Ona görə də mən sizə bayaq qeydlədim. Belə bir düsturumuz var. Burada istifadə olunur. A-n bərabərdir. S-n çıx S-n minus 1. Ona görə də indi A5 bərabərdir nəyə? S5 çıxılsın. 5'dən 1 çıxıram S4'ə. Bu düstura əsasən A-n bərabər Sn çıxılsın Sn minus 1'ə gedir. A5 nəyə bərabərdir? S5 çıxılsın S5'dən 1 çıxıram S4. Deməli mən misalda verilən o düstur var idi. Bax bu düstur. Bu düsturda bir dəfə n'in yerinə 5 qoyub S5'i tapacağım. Bir dəfə n'in yerinə 4 qoyub S4'ü tapacağım. Ona görə də buradan elə yazıram tam yerləşsin deyə. S4 bərabərdir. 2 üstündə 4 çıxılsın 1. Üstə gəl 1. 4'dən 1 çıxıram 3. 2 üstündə 3 üstə gəl 1. 8'in üstə 1 gəlsəm 9. S5 bərabərdir. 2 üstündə 5 çıxılsın 1 üstə gəl 1. 5'dən də 1 çıxıram 4. 2 üstündə 4 üstə gəl 1. 16'ın üstə 1 gəlirəm 17. A5 bərabərdir. S5 çıx S4'ə. Ona görə də 17 çıxılsın 9. O nə deməkdir? 8. O bu da 10-cu testi. 10-cu testdən sonra biz keçirik 11-ci testə. 11-ci test yenə eyni cürdür. Baxın ilk n həddinin cəmini veribdir. 4-cü həddi tapın deyə siləyim. Baxaq. Deməli 11-ci test üçün böyüdü ekranı. Buradan qeyd eləyək. 11-ci testdə yenə ilk n həddinin cəmi Sn bərabər 3 üzərində n çıxılsın 1 üstə gəl 1'dir. Bizə deyir ki 4-cü həddini tapın. 4-cü həddini tapın demək, yəni A4 deməkdir. 4 tapasıyam. Düstura görə bu S4 çıx S3 deməkdir. Ona görə də bir dəfə n'in yerinə 4 qoyub S4 tapacağım. Bir dəfə də 3 qoyub S3 tapacağım.
S4 bərabərdir. N'lərin yerinə 4 qoyuram. 3 üzərində 4 çıxılsın 1 üstəgəl 1. 3 üstündə 3 27. 27'nin üstə 1 gəlsəm 29. S3 bərabərdir. 3 üstündə 3 çıxılsın 1 üstəgəl 1. 9. 9'un üstə 1 gəlsəm 10. Artıq biz S4 tapa bilərik. S4 bərabərdir. S29, yəni S4 29 idi, çıxılsın. S3 də 10 idi. Bundan da bunu çıxan eləyir 19. Neysə səv işlədim. Baxaq bir dənə. 4-cü həddini tapın deyir. 4-cü həddini tapın deyir. S4 çıxılsın S3'dür. N'lərin yerinə 4 qoyanda üstəgəl 1'dir. 4 qoysam, yəni 3 üstündə 3 qalır. 3'dən üstü 1 gəlsəm, yəni 27'nin üstə 1 gəlsəm 28'i verir. Bu öz qaydasında. 3'dən də 1 çıxıb 9, 10. Ona görə 19 yox, 18 olmalıdır. 11-ci testdə. Keçək indi 12-ci testdə. 12-ci testdə AN bərabərdir 3N çıx 16 bölünsün N. Ardıcıl neçə həddi tam ədəddir? Ümumi həddi bu olan ardıcıllığın neçə həddi tam ədəddir? Bu tip bənzər suallar naturalda da var. Ümumiyyətlə, deməli, burada rəqəm qoyası. Unutmuyor, rəqəm qoyanda əgər burada söhbət ardıcıllıqdan gedirsə, ya ədədi silsilədir, ya da həndəsə silsilədir kimi düşünürsünüz. Və ardıcıllıqca N yalnız natural qiymətlər ala bilər. İndi həm surətdə, həm də məxrəcdə N varsa, qiymət qoymaq əlbəttə vaxt apara bilər. Ona görə də bu misalların qaydası surətin hər bir həddini məxrəcə bölürəm. 3N böl N çıxılsın 16 bölünsün N'dir. Bərabərdir. N'lər ixtisar gedir. Nə qalır? 3 çıxılsın 16 bölünsün N'dir. İndi N'ə, yəni ümumi həddi AN olan ardıcıl neçə həddi tam ədəddir? Yəni burada N'ə tam bölünənləri tapmalıyım. Nələr N'ə tam bölünür? Yəni 16'ya nələr tam bölünür? 1, 2, 4, 8, bir də 16'nın özü. Həmişə bölənləri yazanda biri bir də ədədin özünü yazmağı unutmayın. Deməli 5 dənə qiymətində. Uşaq bəzən çaşıb tam ədəd deyirsə, deməli 5'i 2'ye vururam 10 dənə müsbət və mənfilər deyə bilərsiniz. Amma burada bu ədədi ardıcıllıqdır. Yəni ədədi ardıcıllıqdır. N indeksədir. Yalnız natural qiymətlər ala bilər deyib. Cavab ilə 5 dənə olacaq 12-ci testdə. Keçim 13-cü test. Yenə eyni cür işləyir. Artıq bunu qısa gedəcəm. Yenə AN bərabərdir. N çıxılsın 12 bölünsün N'dir. Sürətin hər bir həddini məxrəcə bölürəm. İxtisar gedir. Qalır nə? 1 bölünsün 12 bölünsün N'dir. 12'nin bölənləri. Natural bölənləri. N'in çünki natural qiymətləri qoymalıyım. 1, 2, 3, 4, 6, bir də 12'nin özü. 4, 6 dənə. Alt da onun hansı bəndə olur? D bəndə olur. Keçirəm indi 14'ə. 14-cü testdə bizə nə deyir? 14-cü testdə deyir ki, silim, baxaq. Deyir ki, AN bərabərdir. N kvadrat çıxılsın 8-in üstəgəl 80 ardıcıllığının 100'ə bərabər olan həddinin nömrəsi. Yəni, hər hansı bir həddi AN bərabərdir 100'ədir. Həddin nömrəsi, yəni indeksi budur. Həddin nömrəsi N deməkdir. N bərabər sual işarəsidir. Biz bu düsturu nəyə bərabərləşdirəsik? 100'ə. N kvadrat çıxılsın 8'in üstəgəl 80 bərabərdir 100'ə. Bir tərəfə keçirib 0'a bərabərləşdirib alırıq nə? Kvadrat tənlik. N kvadrat çıxılsın 8'in yox, 80 çıxılsın 100 mənfi 20 deməkdir. Bərabərdir 0. Bir yetindən geçsən vuranda mənfi 20 toplayanda müsbət 8 eləyir. Ona görə də mənfi 2 müsbət 10'dur. İndeks natural qiymətlər olduğuna görə mənfi 2 ala bilməz kənar kök. Deməli, N'in hansı qiymətində? 10 qiymətində. Sonra keçirəm 15-ci testdə. Yenə burada da eyni cürdür. Artıq necə işləmək lazımdır?
15. AN bərabərdir n kvadrat çıxılsın 11n üstəgəl 110. Ardıcıllığın 122-yə bərabər olan həddin nömrəsi AN bərabərdir 122-yə. Həddin nömrəsi dediyinə görə n də bərabər sual işarəsində. Yəni n kvadrat çıxılsın 11n üstəgəl 110 bərabərdir 122-yə. N kvadrat çıxılsın 11n 110-dan 122-yə çıxsa mənfi 12 bərabərdir 0. Deməli, vuranda mənfi 12, toplayanda müsbət 11 eləyir. Həmişə toplayanda müsbət eləyirsə, deməli, böyüyü müsbətdir. 12 digər olacaq mənfi 1. Yəni, natural qiymət alınmağı üçün mənfi kənar kök olmalıdır. N də bərabərdir 12-yə Y variantı. Keçirəm indi 16-cı testə. 16-cı testdə bizə nə deyir? Düsturu ilə verilmiş ardıcıllığın 20-yə bərabər olan həddin nömrəsi. Yeni eyni cür işləyirik. AN bərabərdir, n vurulsun, n üstə gəlinsin 1-dir. Bu misalda da bizdə 20-yə bərabər olan həddin nömrəsi. Deməli, AN nəyə bərabərdir? 20-yə. Həddin nömrəsi dediyinə görə də n bərabərdir nəyə? Sual işarəsinə. Deməli, onda bu düstur bərabərləşdiririk nəyə? 20-yə. N kvadrat üstə gəlinsin n bərabərdir 20-yə. N kvadrat üstə gəl n çıx 20 bərabərdir 0-ə. V7-lə geçsəm toplayanda mənfi 1 eləməlisə, deməli, böyüyü mənfi eləyəcək. Mənfi 5, n2 də bərabərdir 4-ə. Yenə bu bölmədə mənfi ola bilməz deyə. Mənfi 5 kənar kök olur. Yəni, natural qiymətlər almalıdır. N də bərabərdir 4-ə. Cavab olur A bəndi. 16-dan sonra keçirəm 17-yə. Bizə 17-də deyir ki, ilk mənfiyə bərabər olan həddinin nömrəsini tap. İlk mənfi 17. Belə bir AN bərabərdir 7 bölünsün 83 çıx 5n. Ardıcıllığının ilk mənfi həddini tapın deyir. İlk mənfi həddini. Mənfi demək sıfırdan kiçik deməkdir. Bunu sıfırdan kiçik götürün. Uşaqlar, burada 7 zaten görürük ki, müsbətdir. Onda bu gərək mənfi olsun ki, müsbəti mənfiyə böləndə mənfi eləyir. Deməli, onda 83 çıxılsın 5n kiçik olmalıdır nədən? Sıfırdan. Və onu adi misal kimi işləyirəm. Mənfi 5n kiçikdir mənfi 83-dən. N də böyükdür 10 bir dəfə 33-də 6 tam onda 6. 16 tam onda 6-dan böyük natural ədəd nədir? İlk natural ədəd nədir? 17. Onun görə cavab nə olacaq? 17. Cavab 17 deyil. Biz 17-ci hədd. Deməli, bunun 17-ci həddi mənfidir. Bizə deyir ki, ilk mənfi həddini tapın. Biz nömrəsini tapdıq ki, 17-ci həddi mənfidir. Nömrəsi dediyimiz zaman isə, yəni nömrəsi 17-dir. Amma bizə həddin özü lazımdır. Onda bu düsturda, yəni AN düsturunda n'in yerinə qoyasıyıq, 17 qoyuruq. 17 bərabərdir. 7 bölünsün 83 çıxılsın 5 vurulsun 17. O da 7 bölünsün 83-dən də 85 çıxsaq mənfi 2 eləyir. 7-nin də mənfi 2 bölünür, mənfi 3 tam onda 5. Hansı cavab eləyir? B variantı eləyir. İndi keçirəm 18-ci testə. 18-ci testdə AN bərabərdir 19 üstə gəlinsin 5 tam onda 8 çıxılsın n'in mürtəzə kvadratı. Ardıcıllığının ən kiçik həddini tapın. Bir dənə diqqətlə qulaq asın bura. Məsələn, normalda mürtəzənin için ala biləcəyi, mürtəzə kvadratının ala biləcəyi ən kiçik biz 0 qəbul edirik. Normal kvadrat tənlikdirsə. Normal mürtəzə, yəni içərisində n kvadratı yoxsa n varsa, biz bu misalların ala biləcəyi ən kiçik qiymət 0 qəbul edirik. Burada belə bir problem var ki, 0 ola bilməz. Çünki gərək bu 0 olması üçün 5,8 çıx 5,8 olsun. Axı n natural qiymət olmalıdır. Ona görə də biz n'in yerinə 5,8 qoya bilmirik. Ona görə ona ən yaxın 5,8 nə ilə nə arasında yerləşir? 6 və 5 arasında yerləşir. Ona görə bir dəfə 5 qoyasıyıq, bir dəfə isə 6 qoyasıyıq. Hansında kiçik yanlısı onu götürürük və salam. Deməli, A 5 bərabərdir 19 üstə gəlinsin
5,8 çıxılsın 5'in mürtəzə kvadratı. O da 19 üstə gəl. 5,8'dən 5 çıxanda 0,8 eləyir. 0,8'in də kvadratı. O da bərabər 19 üstə gəl. 0,8'i 0,8'e vuranda 0,64 deyil. Bu da 19 tam %64'dür. Bu olur 5-ci. İndi keçirəm 6-cı həddə. A6 bərabərdir 12. Burada həmən o tənlikdə, baxın bu tənlikdə. Aparırım n'in yerinə qoyasıyam 6. 19 üstə gəl. 5 tam 10'da 8 çıx 6'nın kvadratı. O da bərabərdir 19 üstə gəl. 5 tam 10'da 8'dən 6 çıxanda mənfi 0 tam 10'da 2 eləyir. Mənfi 0 tam 10'da 2'nin kvadratı. O da bərabərdir 19 üstə gəl. 0 tam %4. O nə deməkdir? 19 tam %4. Bizə tapmalıyıq kiçiyi. Biz tapmalıyıq kiçiyi. Biri budur. Biri budur. Hansı kiçikdir? 19 tam %4. Eyni qayda ilə biz işləyirik 18-ci testim. 19-cu testim. 19-cu testi də silirəm və salam. Baxaq. 19. AN bərabərdir 13 çıxılsın 8,4 çıx n'in mürtəzə kvadratı. Bu səfər ən böyük istəyir. Yenə burada n natural qiymət alır deyə 8,5 nə ilə nə arasında yerləşir? 8 və 9 arasında yerləşir. Ona görə bir dəfə 8, bir dəfə 9-cu həddə tapıram. A8 bərabərdir 13 çıxılsın 8,4 çıx 8'in mürtəzə kvadratı. 13 çıxılsın 8,4'dən 8 çıxanda 0,4 eləyir. 0,4'ün kvadratı. Bu mənfi mürtəzənin kənarları bizə aidiyyəti yoxdur. 13 çıxılsın 0 tam %16'dır. Bundan da bunu çıxanda 4, 8, 12 tam %84 eləyir. Bir dəfə də A9'u tapıram. 13 çıxılsın 8,4 çıxılsın 9'un mürtəzə kvadratı bərabərdir. 13 çıxılsın. Bu eləyir mənfi 0,6'nın kvadratı. Əməllər ardıcıllığına görə birinci kvadrat yerləşdiyinə görə 0 tam %36 eləyir. O da bərabərdir 4, 6, 12 tam %64. Böyük istəyir bizdən. Bir həddi 12 tam %64'dür. Bir həddi 12 tam %84'dür. Böyük istədiyinə görə olacaq C bəndi 12 tam %84. Baxaq indi 20-ci testim. 20. N bərabərdir 6n kvadrat üstə gəl 4. İlk n həddinin cəmi 6n kvadratı üstə gəl 4 düsturu ilə verilən ardıcıllığın n'inci həddini tapın. Yəni SN-i veribdi bizdən, AN istəyir. Unutmayın, SN-i verib AN-i istəyəndə bu düsturdur. SN çıxılsın SN-1 düsturudur. Bəli, SN-i bilirəm. Mən nəyə tapmalıyam? İndi SN çıxılsın 1'i tapmalıyam ki, yerinə qoyum. Mənə mane olmasın deyə bu tərəfdən bir saniyə. Bu tərəfdən mən n çıxılsın 1'i taparım. O da bərabərdir. Uşaqlar, n olanda burada n kvadratı idi. n-1 olanda da burada 6 vurulsun n-1'in kvadratı olacaq. Üstə gəl 4. O da bərabərdir. 6 vurulsun aç mürtəzə. N kvadrat çıx 2n üstə gəl 1 üstə gəl 4 bərabərdir. Vurub açsam 6n kvadratı çıx 12n üstə gəl 6 üstə gəl 4 bərabərdir. 6n kvadrat çıx 12n üstə gəlinsin 10 və salam. Bu Sn-1'dir. Bu da Sn'dir. İndi biz nəyə tapmalıyıq? AN-im. Bərabərdir qoyuram. Bax biz bunu yerinə yazıram.
S'nin yerine 6n kvadrat üstəgəl 4 yazıram. Minus. Sn minus 1'in yerine bunu qeyd edirəm. Yəni 6n kvadrat çıx 12n üstəgəl 10 bərabərdir. 6n kvadrat üstəgəl 4 çıx 6n kvadrat üstəgəl 12n çıx 10 bərabərdir. Bunlar islah gedir. Nə qalır? 12n, 4'dən də 10 çıxsam çıx 6. 20-ci testdə deməli nə aldıq? 12n çıx 6. C bəndi aldıq. Keçək indi 21-ci testə. Siləyim. 21. Deyir ki, ilk n həddinin cəmi Sn bərabərdir. 3 üstündə n çıxılsın 1'dir. Bu ardıcıllığının 162'ye bərabər olan həddinin nömrəsi. Deməli, a n bərabərdir 162'ye və həddin nömrəsini istəyir. Yəni, n istəyir. N bərabərdir sual işarəsində. Əlimdə a n var, Sn var və n istəyirlər. Ağlıma tez bu düsturu gəlməlidir. A-n bərabərdir. Sn çıxılsın Sn minus 1. Mən Sni bilirəm. Bu Sn'dir. Mən nəyi bilmirəm? Sn minus 1. Burada qeyd edirəm. Sn minus 1 bərabərdir. Uşaqlar, əgər burada n idisə, burada da n'dir. Ona göre burada n-1 olanda 3'ün de üzerinde ne olacak? n-1 çıxılsın 1. Və salam, mən S'ni də bildim, Sn-1 də bildim. İndi deməli belə qeyd edirəm özümdə. A-n bərabərdir. Sn çıx Sn-1. A-n'in S'nin yerine yazıram. 3 üstündə n çıx 1 minus. Sn-1'in yerine bunu yazıram. 3 üstündə n minus 1 çıx 1 bağla bərabərdir. 3 üstündə n çıx 1 minus 3 üstündə n çıx 1 üstəgəl 1. Bunlar islah getdi. Nə qalır bir dənə? 3 üstündə n çıx 3 üstündə n minus 1. İndi burada sadələşdirmək üçün həmişə qüvvəti kiçik olan çıxardırıq, mürtəzə xarici. 3 üstündə n minus 1'i çıxardırım. Mürtəzənin içində nə qalır? 3'ün üstündə n idi. n-1'i çıxartdımsa 3 üstündə 1 qalacaq. Minus opşi 1. Burada uşaq ən çox çaşdığım məqam budur ki, yəni əgər biraz bazasında problem olan şagirdsə, burada necə oldu? 3 üstü 1 qaldı. Düşünün ki, vuranda üstlər toplanmır. Yəni 3 üstündə n-1 vur, 3 üstündə 1'dir. Vuranda üstlər toplanır. n-1 üstəgəl 1 gedir, 3 üstündə n qalır. O cür yanaşmalısınız. İndi baxaq indi. Həddin nömrəsi nəyə bərabərdir? 162'ye. Deməli, bu nəyə bərabər olacaq? 162'ye. 3 üstündə n minus 1 vurulsun. 3'dən 1 çıxsam nə edir? 2. Bərabərdir 162'ye. 3 üstündə n minus 1 bərabərdir. 162'yi 2'ye bölsəm 81. 3 üstündə n minus 1 bərabərdir. 81 nə deməkdir? 3 üstündə 4'e. N minus 1 bərabərdir 4'e. N də bərabərdir 5'e. Maraqlı testi. Uzun müddət yəni, olan köhnə suallardandır. Maraqlıdır. İndi baxaq 22 və 23'e. 22 və 23 biraz özümüzün təxmin elə biləcəyi suallardır. 22-ci suala baxaq. Baxın 22-ci testdə ardıcıllığın ümumi həddini tapın. Yəni bu ardıcıllıq üçün bir düstur tap deyirsən. Hansı düstur ola bilər? Bir yerinə qoya da bilərsən. Məsələn, n'in yerinə 1 qoyanda 1 alınıb. N'in yerinə 2 qoyanda 3 alınıb. N'in yerinə 3 qoyanda 7 alınıb. 4 qoyanda 15 alınıb. Bu cür tapa bilərsən. Amma bu misal çox sadadır. Görürsünüzmü? Məntiqdir burada. 3'ün qüvvətləri 1 vahid azalıbdır. Normalda 2 üstü 1 2'dir. Görürsünüz bu 1 vahid azalıb 1 olubdur. 2 üstü 2 4'dür. 1 vahid azalıb 3 olubdur. 2 üstündə 3 8'dir. 1 vahid azalıb 7 olub. 2 üstü 4 16'dır. 1 vahid azalıb 15 olub.
Yəni 2'nin üstündə n həmişə bir vahid azalır. Ona görə hansı variant olacaq? Y bəndi olacaq. İndi gəlin baxaq. 23-cü sual bənzəyir, amma eyni sual deyil. Çünki bu sıfırdan başlayır. Demək, bunun birinci həddə nə olubdur? Sıfır. Düşün görüm hansında n'in yerinə, yəni hansında, yəni burada bir düşündə n, üzr a1 bərabərdir sıfırdır. Hansında n'in yerinə 1 qoyanda sıfır eləyibdir. Burada olmaz. Burada ola bilər. Burada ola bilər. Burada ola bilmez. Çünki 2 üstündə 1 çıxılsın 1, 2 üstə 0 deməkdir. O da 1 deməkdir. Olmaz. Bu da ola bilər. Yox, bu olmayacaq. Çünki 1 üstə gəl 1, 2'dir, bu olmur. Ya Y bənd dedim. Y bəndə olur. Y bəndə olmur. Bu da olmur. Siz niyə diqqətsiz elədim burada? Məsələn 2 üstündə 1 çıxılsın 1'dir. 2 çıxılsın 1 nə deməkdir? 1 deməkdir. Ona görə yəni mən düşündüm ki, ola bilər ki, bir neçəsinin birinci həddi 0 olar. Bu ki, ikinci həddən tapacağım. Elə misallar da var ki, məsələn başqa vəsaitdən istifadə edən gözən ki, 2 misalda birinci hədd 0 olur. Onu kəsdirə bilməzsiniz də. Bu misal sadə misal sayılır. Çünki bir dənə C bəndinin birinci həddi 0 olur. Yoxlaya bilərik. 2 üstündə n'in yerinə 1 qoyuram. 1 çıxılsın 1, minus 1. Bu 2 üstündə 0 deməkdir. 2 üstə 0 1'dir. 1'dən də 1 çıxsam nə qalacaq? 0. Ona görə C bəndi olur. Rahat test sayılır. Amma heç zaman imtihanda buna arxayan olmuyor. Əgər belə bir sual düşsə, mütləq digər variantlarda göz gəzdirin. 23-cü testə baxaq. Yox, 20 neçə idi? 23 idi. 24'ə baxmalıyıq. 24-cü testdə nə deyir? İlk n həddinin hasili bu olan ardınca 4-cü həddini tapın deyir. Bu rahat sualdır. 24. Burada diqqətli olun 24'də. Sənə ilk n həddini vermir. İlk n həddinin hasilidir. 4-cü həddi tapmalıyım. Sən bir məntiqlə düşün. İlk 3 dənə həddin hasilini tapım. Sonra ilk 4 dənə həddin hasilini tapım. İndi ilk 3 dənə həddin hasilini tapanda 3 faktorial bölünsün 3 deməkdir. 3 faktorialdır. 3'ü 1'e qədər azaldırsan. Yəni 3 vur 2 vur 1 böl 3 deməkdir. Gedir nə qaldı? 2. H4'də 4 faktorial bölünsün 3 olur. Yəni 4 vur 3 vur 2 vur 1 böl 3 olur. Gedir nə qalır? 8. Deməli ilk 3 dənə həddin hasili 2'dir. 4 dənə həddin hasili 8. Avtomatik 4-cü həddin 4'ü aldığını tapırıq. Bax belə izah edin. Məsələn x vur y vur z bərabərdir 2'dir. İlk 3 dənə həddin hasili məsələn də 2'dir. Sonra ilk 4 dənə həddin hasili isə 8'dir. Çünki mən düşünürəm ki 3 dənəsinin hasili 2 idi də. 2'yi nəyə vurmalıyam ki 8 alım? 4'ə. Ona görə mən 4-cü hədd 4 imiş. D bəndi. 25-ci sual. 25-ci sual belə deyərdim də sizə. Bu da uzun müddət olan bir test. İnanmıram. Buraxılış imtahanına 25 nömrəli sual düşsün. Əlbəttə bu 100% bir şey deyil. Düşmə ehtimalı faizi az olan misaldır. Amma blok imtahanı hər şeydən sual düşə bilər. Nə üçün bu testi deyirəm buraxışa düşə bilməz? Çünki belə deyərdim sizə. Baxın bir dənə testə. Bizə AK'nı veribdir. Deyir ki, ilk n həddinin cəmini tapın. Bax, belə bir hədd verib AK'nı deyir. İlk n həddinin cəmini tapın. Mən SN tapasıyım, düzdürmü? SN nəyə bərabərdir? A1 üstə gəl, A2 üstə gəl, nə bilim 3 nöqtə, axırıncı hədd nədir? Bəs AN'dir. İndi mən burada K'nın yerinə 1 qoysam A1'i taparam da. A1 indi burada bu misalın özəlliğində, məsələn burada birinci K'nın yerinə 1 qoysam burada cavab alınmayacaq. Çünki bu misalın incəliyi var. Birinci bu misalı biz sadələşdirməliyik. Necə sadələşdirməliyik? Baxın, bərabərdir qoyuram. Bunu belə eləyirik. Birinci K kvadrat üstə gəl K üstə gəl 1 bölünsün. K vurulsun. K üstə gəl 1 bərabərdir. Buradan K'nı çıxardıram mürtəzə xaricini.
K üstəgəl 1 üstəgəl 1 bölünsün K vurulsun K üstəgəl 1. Sürət ilə hər bir həddini məxrəcə vururam. Əlbəttə söhbət toplamanın sağından və solundan gedir. Yəni K vurulsun K üstəgəl 1-i bölürəm məxrəcə. K vurulsun K üstəgəl 1. Üstəgəl 1 bölünsün K vurulsun K üstəgəl 1. Bunlar ixtisar gedib nə qaldı? 1. Bunlar ixtisar gedib nə qaldı? 1. Saniyə. 1 qaldı. Deməli, bu nə olacaq? 1 üstəgəl 1 bölünsün K vurulsun K üstəgəl 1. İndi biz birinci K'nın yerinə 1 qoyaq, A1'i tapaq. A1 tapaq. A1 bərabərdir. Elə burada K'ların yerinə 1 qoyursan. 1 üstəgəl 1 bölünsün 1 vurulsun. 1 üstə 1 gəlirəm 2. Soramlarım tapıram indi A2'nin. A2 bərabərdir 1 üstəgəl 1 bölünsün 2 vurulsun 2 üstəgəl 1 3. Soramların hamısını yaza bilmərəm. A3 nöqtə qoyuram. AN bərabərdir. Ki K'nın yerinə N qoyuram. 1 üstəgəl 1 bölünsün N vurulsun N üstəgəl 1. Bu hissəyə diqqət yetirin. İndi mən SN-i tapasıyamsa bunların hamısını nə etməliyəm? Cəmləməliyəm. Bunların hamısını cəmləməliyəm ki, mən SN tapım. İndi birinci birləri cəmləyək. Baxın uşaqlar. 1, 1, 1. 5 dənə 1 toplasam 5 olardı. 6 dənə 1 toplasam 6 olardı. Mən bax neçəyə kimi toplayıram? AN-ə kimi toplayıram da. Onun ki, N dənə birinci əməli N eləyəcək. Bunlar bizə nəyi verir? Bərabərdir qoyuram. N-i verir. Üstəgəl. Bu ümumi şəkildə, bu hissə ümumi, A1 üstəgəl, A2 üstəgəlsə A1, bu ümumi şəkildə mənə bu sarı çərçivəyə aldığım yeri ifadə edir. Yəni, mən sarı çərçivəyə aldığım yeri opşu toplayanda elə cavabı tapacağım. İndi N üstəgəlsin. Bu kəsirlər toplamağı düşünürəm. 1 bölünsün, 1 vurulsun, 2 üstəgəl, 1 bölünsün, 2 vurulsun, 3 üstəgəl, 3 nöqtə, üstəgəl, 1 bölünsün, N vurulsun, N üstəgəl, 1 bağla bərabərdir. N üstəgəl. N üstəgəl yazdığımı, indi bu qırmızıladığım yerə diqqət yetirin. Bunu toplamağımı adi onluq kəsirləri, bunlar nümunələr var. Nə edirsiniz? İndi yuxarıda neçə dənə 1'i toplayırsınız? N dənə 1'i toplayırsınız. Ona görə N yazıram. Aşağıda isə birinciyi nəyə vururduq? Axırıncıya. Yəni 1'i vurursan N üstəgəl 1'i. Və salam. Bu ikisini toplayanı cavab alırsan. 1'i nəyə vursan 1 eləyir. Nə olur onda? N üstəgəl 1'də. Bu məxrəcən də 1 qoysaq, bunu nəyə vuraram? N üstəgəl 1'i. Olur N kvadrat üstəgəl N üstəgəl N. O da bərabərdir. N kvadrat üstəgəl 2N bölünsün N üstəgəl 1. Belə bir misal oldu. Belə uzun misaldır. Yəni bu misal işləmək üçün bu misal bir neçə dəfə işləyib təcrübə qazanmaq lazımdır. Sonra keçək neçənci suala? 26-cı suala. 26-cı testdə nə deyir? Deyir ki, asan sualdır. Burada şifa gedə bilərik. Ardıcıllığının ən kiçik həddini tapın. Ən kiçiyini ala bilər. Naturalda da 1 ala bilər. Demək, A1 tapırsan. A1 bərabərdir. 1'in kvadratı üstəgəl 6 vurulsun 1 üstəgəl 8. 1'in kvadratı 1 deməkdir. Üstəgəl 6 üstəgəl 8 15'i verəcək. Və salam. Bu belə. Keçək indi 26-cı testə. 26. Köçürüm, yox 26'ını tapdım da. 27'ye keçməliyəm indi. 27. Baxaq görüm 27 nədən bəhs edir? S, N bərabərdir. S, N çıxılsın 1 üstəgəl 3 vurulsun 2 üstündə N kvadrat çıx 10 N üstəgəl 27. Deyir ki, N də 1'dən böyük olarsa, N 1'dən böyük olarsa şərt verib burada bizə. 27-ci testdə 192'dən kiçik hədlərinin sayını. Yəni A, N
kiçikdir 192-dən. Bu cür işləməli. Birinci, bunları bir tərəfə keçirəm. Necə? Sn çıx Sn minus 1 bərabərdir. 3 üzərində 2 vurulsun n kvadrat çıxılsın 10n üstə gəlir 27. Mən düstur yazdırmışdım. Bu bizə nəyi verirdi? Elə AN-i verirdi də. Yəni AN bərabərdir. 3 vurulsun 2 üstündə n kvadrat çıx 10n üstə gəl 27. AN-in 192-dən kiçik olduğu qeyd olunub. Yəni bu hissə kiçikdir nədən? 192-dən. Bunu 3'e böləcəm. Yəni 2 üstündə n kvadrat çıx 10n üstə gəl 27 kiçikdir. 192-ni 3'e bölsəm 6 64. 64, yəni bunun əsası əgər 2-dirsə, bunun da əsası 2-yə getməliyəm. 64 2 üstündə 6 deməkdir. 2 üzərində n kvadrat çıx 10n üstə gəl 27 kiçikdir 2 üstündə 6 deməkdir. Əsaslar eynidir deyə qüvvətləri də eyniləşdirirəm. N kvadrat çıxılsın 10n üstə gəl 27 kiçikdir 6-dan. N kvadrat çıxılsın 10n üstə gəl 21 kiçikdir 0-dan. Vuranda 21 toplayanda 17. Bir həddə nədir? 7. Bir həddə nədir? Bəs 3. İndi görün bizə nə deyir? Neçənci sual idi bu? 27-ci sualdan idi. Ardıcıllığın olarsa ən kiçik həddini nəyin tapın deyir? Nömrəsini tapın deyir. Burada olacaq nə? Hansı kiçikdir? 3. Ona görə də Y bəndi 3 olacaq. 3 7-dir də. Əslində bunu diqqətli olsaq, bunu intervalla düşünəsi olsaq 3 7-dir. Bərabərsə ki, sən uşaq bunun əslində şifa tapa bilir. 7-dən bura müsbət, bura mənfi, bura müsbət olur. Mənfi deyəndə də 3 7 aralığıdır. 3-7 aralığıdır. Bizə deyir ki, hədlərin sayını tapın deyir. 3-7 aralığında hansı hədləri var? 4, 5, 6. 3 dənə var. Mən tənli kimi işləmişəm. Yəni n kvadrat çıxılsın 10n üstə gəl 21 bərabərdir 0 olsaydı. Tənli kimi cavabı deyə bilərdi. 3 bu bərabərsizlikdir. Bunu bərabərsizlik kimi işləmək lazımdır. Bu neçənci idi? 27. Keçək indi 28-ə. 28. Ben buranı silim. 28. Sn bərabərdir 3n kvadratı üstə gəl 5n. İlk n həddinin cəmi düsturu ilə hesablanan ardıcıllığın 162'ye bərabər olan həddinin nömrəsi. Yəni AN bərabərdir 62. 62'ye bərabər olan həddin nömrəsini tapın. 62'ye bərabər olan həddin nömrəsi. N də bərabərdir sual işarəsini. Yenə Sn verib, AN verib, yenə ağlımıza bu düstur gəlməlidir. AN bərabərdir Sn çıxılsın Sn minus 1'ə. Hesaplamasına diqqət edin, sadə sualdır. Deməli, S'nin nə olduğunu bilirəm. Qalır nəyə tapmaq? Sn minus 1'i tapmaq. Burada n olanda bunlar da n idi. Bu n minus 1 olur, bunlar da n minus 1 olur. Yəni 3 vurulsun n minus 1'in kvadratı üstə gəl 5 vurulsun n minus 1. Şimdi bir saniye. Bunları silim. Beraber de koyun. İşte beraber sadeleştirmek istedim buna göre. 3 vurulsun. 3 vurulsun açma örtəzi. N kvadrat çıxılsın 2n üstə gəl 1. Üstə gəl 5 n üstə çıx 5.
bərabərdir. 3n kvadrat çıx 6n üstəgəl 3. Üstəgəl 5n çıx 5 bərabərdir. 3n kvadratı çıx n çıx 2. Bu olur bu. Vəssalam. Deməli, bu Sn çıxılsın 1-dir. Bu da Sn'dir. İndi biz AN tapasıyıq. AN nəyə bərabərdir? Sn çıx Sn minus 1. S'nin yerinə qiymətini yazıram. 3n kvadrat üstəgəl 5n minus. Sn minus 1-in də yerinə qiymət yazıram. 3n kvadrat çıxılsın n çıxılsın 2. Bərabərdir. Yəni bundan bunu çıxanda AN olmalıydı. AN də nə veribdi? Baxın 28-də. AN də veribdi 62. Oranı sildim deyə. Məsələn, sadələşdirirəm. 3n kvadrat üstəgəl 5n çıx 3n kvadrat üstəgəl n üstəgəl 2 bərabərdir 62. İslah getdi. 6n bərabərdir 60-a. N də bərabərdir 10-a. 28-ci testdə tapdıq nəyi? N bərabərdir 10. Vəssalam. Keçirəm indi 29-cu testdə. 29-cu testdə artıq rahat testi düşürəm. Baxın. Bəli. Deyir ki, 29-cu testdə düsturu ilə verilmiş ardıcıllığın 15-də 16-ya bərabər olan həddin nömrəsi. Yəni AN bərabərdir veriblər. Vəssalam. Bu AN bərabərdir. 3n üstəgəl 1-də 2n üstəgəl 5-dir. Həddin nömrəsini AN nə veribdir bizə? 15-də 16 veribdir. Həddin nömrəsi n bərabər sual işarəsi. Deməli 2n üstəgəl 5-də 3n üstəgəl 1 bərabərdir 15-də 16-ya. Çarpaz vurub işləyirəm. 32n üstəgəl 80 bərabərdir 45n üstəgəl 15. 32n çıx 45n bərabərdir 15 çıx 80-ə. Mənfi 3, 13n bərabərdir. Mənfi 65-ə. N də bərabərdir 5-ə. Vəssalam. 29-da n-i tapdım 5. 30-cu sualda eyni cür gələcəksiniz. Baxaq. 30. AN bərabərdir. 3n çıxılsın 1 bölünsün. 5n üstəgəl 4-də yenə ardıcıllığının AN bərabərdir. 24-də 11-i veribdir. Həddin nömrəsi n bərabər sual. Yəni 5n üstəgəl 4-də 3n çıx 1. Həddin nömrəsi nədir? 24-də 11-dir. Çarpaz vurub işləyirəm. 55n üstəgəl 44 bərabərdir. 12 bir yadda 72n çıx 24. 55n çıx 72n bərabərdir. Mənfi 24 çıx 44-də. Mənfi 7, 6-dan da 5 çıxıram 1. N bərabərdir. Mənfi 6, 6-ya. Hardasa texnik səhv eləmədimmi? Bir dənə baxaq. 55n üstəgəl 44 bərabərdir. 72n çıxılsın 24-də. 55n çıx 72n bərabərdir. Mənfi 24 çıxılsın 44-də. 12-dən 5 çıxanda 7, 6-dan da 5, 17. Həddin nömrəsi natural olmalıdır. Bir saniyə. Misal səhv köçürmüşəm. Burada plusdur. Burada plusdur. Ona görə müsbət olacaq. Başqa nəyə səhv köçürmüşəm? Sadə sualda. Yox, düz köçürmüşəmmiş. Bir saniyə. Sualı yenidən işləyim. Harca texnik səhvlədim, tapa bilmədim texnik səhvimi. 30-cu test təzədən işləyəcəm. AN bərabərdir. 3n çıxılsın 1 bölünsün 5n üstəgəl 4. Deyir ki, 25-də 24-də bərabər olan həddin nömrəsini tapın deyir. Deməli, AN bərabərdir 24-də 11-ə. 5n üstəgəl 4-də 3n çıxılsın 1 bərabərdir 24-də 11-ə. Çarpaz vursam 55n
üstəgəl 44 bərabərdir. 12 bir yadda 6, 7 n çıx 24'ə. 55 n çıx 72 n bərabərdir. Mənfi 24 çıxılsın 44. Deməli, bayaq düz işləmişim. Əlbəttə nə etmişəm? Texniki toplayanı səhv toplamışım. Bərabərdir. Arada olur, donandır. Belə olur. Mənfi 68 də mənfi 17-yə bölünə nə eləyəcək? Müsbət 4 eləyəcək. Vəssalam. Keçirəm neçənci? 31-ci. 31-cidə düsturu ilə verilən ardıcıllığın 7-ci həddini tapın deyir. 7-ci həddini tapmaq istəyirəmsə, deməli mən A7-ni bilməliyəm. Rahatdır, bunu oxşarsa bir dəfə işlədib qabağımıza çıxdım. 31. Sadəcə biraz diqqətli olmaq lazımdır. Video çəkəndə mən bir neçə bölümdən birdən videosunu çəkirəm. Sonra benim səhvimi tapa bilmirəm. 31-ci testdə bizə deyir ki, 7-ci həddini tapın deyir. Yəni A7-ni tapacağım. Sual işarəsi. Burada Sn çıx Sn minus 1 bərabərdir 3n kvadrat üstəgəl 7 yazıram. Bu bizə nəyi verəcək? Bu bizə AN-i verəcək. AN bərabərdir 3n kvadrat üstəgəlsin 7'dir. 7-ci hədd tapın deyirsə n'in yerinə 7 qoyuram. A7 bərabərdir 3 vurulsun 7'nin kvadratı üstəgəl 7. O da bərabərdir. 7'nin kvadratı, birinci əməllər ardıcılığını kvadra yüksəldirim. 7'nin kvadratı 49. 49'u vururam 3'ə. 27 2 yadda. 27 2 yadda 12 14 üstəgəl 7. 154. 31-ci testdə 150'dir. 34-cü testdə 32-ci testdə yenə eyni cür işləyirik. Tez buradan işləyim. 32-ci testdə baxaq. Sn bərabərdir. Sn çıxılsın 1. Üstəgəlsin 4n kvadrat çıxılsın 3. Sn minus 1 bərabərdir 4n kvadrat çıxılsın 3'dür. Yenə bu hissə bizə nə verəcək? AN-i. AN bərabərdir 4n kvadrat minus 3. Nə deyir 32'də? 6-cı hədd. Yəni n'in yerinə 6 qoymalıyım. O da 4 vurulsun 6'nın kvadratı minus 3. 36'nı 4'ə vurup nə çıxmalıyım? 3. O da necə? 141. 33-cü suala baxaq. Deyir ki, n'in hansı qiymətində ardıcıllığında bu olar deyir. Yerinə qoyub işləməliyim. Silək. Neçənci idi? 33. 33. AN bərabərdir n kvadrat üstəgəlsin 5n çıx 7. Sonra deyir ki, AN çıx AN minus 1 bərabərdir 22 olarsa. Biz AN'i bilirik. Bu kənardan biz AN minus 1'i tapaq. AN minus 1 bərabərdir. Yəni bu n olanda bunlar n idisə, onda bu n minus 1 olanda o hissələr n minus 1 olacaq. Yəni n minus 1'in kvadratı üstəgəl 5 vurulsun n minus 1 çıx 7 bərabərdir. N kvadrat çıx 2n üstəgəl 1 üstəgəl 5n çıx 5 minus 7. O da bərabərdir n kvadrat üstəgəl 3n 12 çıx 11. Belə olacaq. Vəssalam. İndi buradan belə bir ox, buradan da bir dənə belə ox. Hamısını burada yerinə yazıram.
AN'in yerine bunu koyuram. N kvadrat üste gel 5N çıx 7 minus. Bunun da yerine bunu koyuram. N kvadrat üste gel 3N çıx 11 beraberdir 22'ye. N kvadrat üste gel 5N çıx 7 minus N kvadrat çıx 3N üste gel 11 beraberdir 22'ye. İslah gedir. 2N üste gelinsin 4 beraberdir 22'ye. 2N beraberdir 18'e. N de beraber 9'a. Rahat sualıydı.